Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir. Belə bir açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Onun sözlərinə görə İrəvanda hüquq sistemi ilə cəmiyyət arasında uçurum var. Baş nazir həmçinin əlavə edib ki, bu amil ədliyyə sektorunda ciddi boşluqlar meydana gətirir. Məsələni analiz edən ekspertlər Nikol Paşinyanın sözügedən açıqlamasını əsasən iki aspektdən şərh edirlər. Birincisi, bu, indiki halda onun prosesləri kölgəyə salmaq niyyətindən irəli gələ bilər. Məlumdur ki, Bakının İrəvandan əsas tələblərindən biri də konstitusiyaya dəyişikliklə bağlıdır. Paşinyan isə bu istiqamətdə açıqlamalar səsləndirməklə Azərbaycanı inandırmağa çalışır ki, bu məsələ onun gündəliyindədir. Bu üsul ona real addımlar atmamaq üçün də müəyyən səviyyədə vaxt qazandırır. Əvvəllər böyük Ermənistan xülyası ilə yaşayan bu xəstə təxəyyüllü xalq, millət əslində gec də olsa deyir, başa düşmüşük ki, anlamışıq ki, ərazilərimiz, vətənimiz bugünkü ərazilərimiz çərçivəsindədir. Yəni, bunu deməklə, onu demək istəyir ki, Azərbaycana, Türkiyəyə, Gürcüstana ərazi iddiaları və dənizdən dənizə Ermənistan, böyük Ermənistan xülyaları Ermənistanın özü üçün, ermənilərin özü üçün çox böyük faciələrə səbəb olubdur nəticə etibarilə və bu mənada, bu kontekstdə konstitusiya dəyişikliklərinə gedilməsinin vacibliyini vurğulayır. Digər tərəfdən Paşinyanın bu açıqlaması daxili auditoriyaya hesablanmış addım kimi dəyərləndirilir. Ola bilsin bununla növbəti referendumu üçün zəmin hazırlayır. Xalqı inandırmağa çalışır ki, hazırki qanun layihəsi Ermənistanın perspektivinə təhlükə vəd edir. Çünki ölkədə bəzi radikal qüvvələr konstitusiya ətrafında gedən məsələlərdən hökumətə qarşı istifadə etməyə cəhd göstərir. Hətta aksiya keçirməyə cəhd edənlər də az deyil. Görünür, Ermənistanın baş naziri də bu senarinin reallaşmaması üçün öncədən tədbirli davranır. Ekspertlər deyirlər ki, hər bir vəziyyətdə İrəvan konstitusiya dəyişikliyi ilə bağlı konstruktiv mövqe ortaya qoyanadək sülh müqaviləsinin imzalanması real deyil. Ermənistanın baş naziri dəfələrlə bəyanat vermişdir ki, Ermənistanda konstitusiya dəyişikliyi referendum labüddür. Hətta belə deyək, əvvəllər Ermənistanın baş nazirinin bu bəyanatını şərh edən Ermənistan parlamentinin sədri Alan Simonyan qeyd etmişdir ki, Ermənistanda konstitusiya dəyişikliyi Azərbaycanın təzyiqi ilə deyil, Ermənistanın bugünkü günə Avropa institutlarının inteqrasiyasından əlaqədardır. Ermənistanda referendum keçiriləcək təqdirdə beyni, məfkurası, erməni kilsəsi, erməni diasporası tərəfindən korlanan və bugünkü günə də revanşist əhval-ruhiyyə ilə yaşayan bir xalqın referendumda xas mövqe tutması qeyri-müəyyəndir. Nikol Paşinyan digər tərəfdən deyir ki, yeni konstitusiya təşəbbüsü Azərbaycanın tələbinə görə yox, Ermənistanın gələcək dövlətçiliyi üçün atılan addımdır. Çünki orada müstəqillik bəyannaməsinə istinad yer alıb ki, bu da Türkiyəyə və Azərbaycana ərazi iddialarını özündə ehtiva edir. Sözügedən sənəd 1990-cı ildə qəbul edilib. Paşinyan özü etiraf edir ki, bəyannamədə qeyd olunan məsələlər Ermənistanın müstəqilliyini mümkünsüz edir. Amma bütün bu məsələlər fonunda referendumun 2027-ci ildə keçiriləcəyini deyir. Baş nazirin ziddiyyətli açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanda hökumət müstəqil siyasi xətt üzrə hərəkət etmir.